Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən bu il Azərbaycanda qeyri-neft sektorunun aktivləşməsi hesabına ümumdaxili məhsul artımının 2,1%-ə yüksələcəyi gözlənilir. İnflyasiyanın ilin sonuna doğru 5, növbəti ildə isə 4%-ə qədər enməsi proqnozlaşdırılır. Bu, həm əhali rifahının qorunması, həm də biznes mühiti üçün proqnozlaşdırıla bilən aşağı inflyasiya mühitinin yaradılması baxımından mühüm nailiyyətdir. Əsas kapitala investisiya qoyuluşu, o cümlədən birbaşa xarici investisiyalarla bağlı biz qeyd edə bilərik ki, son hesabatda çox müsbət çalarlar qeyd olunub, xüsusən qarşıdakı müddətdə Azərbaycan iqtisadiyyatına, qeyri-neft qaz iqtisadiyyatına birbaşa xarici investisiyaların artması proqnozlaşdırılır. Qeyd etmək istəyirəm ki, xüsusən xarici ticarət göstəricilərində bildiyiniz kimi Azərbaycanın qeyri-neft qaz ixracı ilə bağlı da zaten yerli səviyyədə müsbət proqnozları var və Həm Valyuta Fondunun da hesabatına baxanda biz qarşıdakı müddətdə ixracın artım sürətinin olacağını proqnozlaşdırırıq. Nicat Hacızadənin fikrincə, BVF-nin proqnozları ölkənin maliyyə bank sektorunda sabitlik və hədəflənən artım dövrünün başladığını təsdiqləyir. Mərkəzi Bankın 2026-cı il üçün müəyyən etdiyi pul kredit siyasəti iqtisadiyyatın qan dövranını sağlam saxlamağa hədəflənib. Manatla pul bazasının 8,5%, geniş pul kütləsinin isə 7,8% nisbətində artımı o deməkdir ki, bazarda biznesin və vətəndaşların ehtiyac duyduğu həcmdə likvidlik təmin olunacaq. Bununla belə, bu artım tempi inflyasiya təzyiqi yaratmayacaq qədər ölçülü və balanslaşdırılmış xarakter daşıyır. Ən diqqət çəkən məqam ümumi geniş pul kütləsinin cəmi 6,2% artacağı proqnozudur. Manatla olan kütlə daha sürətlə, indiki halda 7,8% artdığı halda ümumi kütlənin daha yavaş artması iqtisadiyyatın xarici valyutadan uzaqlaşdığını və manatı etimadın yüksəldiyini göstərir. Bu, dedolarizasiya deməkdir, yəni insanlar və biznes artıq vəsaitlərini dollar yox, manatda saxlayırlar. Mərkəzi Bankın bu qızıl orta yanaşması bazarda izafi pulun yaranmasına imkan vermir. Azərbaycanın qarşısında 2022-2026-cı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 26-cı ildə qeyri-neft ixracı üzrə əsas hədəflər var, o cümlədən birbaşa xarici investisiyalar üzrə və 2025-ci ildə qeyri-neft ixracı üzrə deməli 10%'lik bir performans ki biz 10% ətrafında bir performans izləmişdik. Bu 2026-cı ildə davam edəcəyi təqdirdə biz qarşıya qoyulan hədəflərə çatacaq və o cümlədən də Beynəlxalq Valyuta Fondunun proqnozları öz yerini tapacaqdır. Bu il inflyasiyanın 5%-ə qədər enəcəyi proqnozu ölkə daxilində xərclərin nəzarətdə saxlandığını göstərir. Aşağı inflyasiya mühiti manatın real dəyərini xarici valyutalar qarşısında daha çevik edərək yerli məhsulların qiymət baxımından xarici bazarlarda rəqabət üstünlüyünü təmin edir. İl ərzində ümumilli qənaətin 18,3% səviyyəsində olacağı iqtisadiyyatın güclü daxili resurslara malik olduğunu təsdiqləyir. Əlir Zayev, Rəhil Rafiq qızı, ASTV İqtisadiyyat.